Ağır xəstəlikdən sonra 7 aprel tarixində 86 yaşında vəfat edən Cənub bölgəsinin tanınmış din xadimi, öz adını daşıyan Hacı Mirkərim Ağa məscidinin imamı Mirkərim Miribadulluoğlu Əliyev bu gün Masallı rayon Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə qəbirstanlığında torpağa tapşırılıb. وَزَدَّحْرُ وَالْأَيَّامُ وَالزَّنْبُ حَاصِلٌ وَأَنْتَ بِمَا تَحْوِ مِنَ الْحَقِّ غافل سرورك في الدنيا غرور وحسرة. Hacı Mirkərim Ağa böyük izdihamla son mənzilə yola salınıb, ruhuna dualar oxunub. Vida mərasimində çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, din xadimləri və ictimaiyyət nümayəndələri mərhumun ömrünü dinə, mənəviyyata və insanlara xidmətə həsr etdiyini vurğulayıblar. Mirkərim Ağanın vəfatı tək rayonumuz üçün deyil, Respublikamızın ictimaiyyəti, din xadimləri üçün çox böyük itkidir. Bu itkidən biz hamımız çox kədərlənmişik. Mirkərim Ağa yaşadığı ömür ərzində tək rayonumuzda deyil, ölkəmizdə dini və mənəvi ənənələrin qorunub saxlanılmasında çox böyük zəhmətlər çəkmişdir. Ağanın həyatı boyu həmişə xalqa, millətə xidmət, sülh, barışıq təbliğatı, insanlara bir-birinə qayğı, sevgi, hörmət təcəssümü olmuşdur. Mirkərim Ağa bir çox insanlar kimi yaşasa da, bir çoxlarından fərqi ondan ibarət oldu ki, yaşadığı ömür ərzində keçdiyi həyat yoluna silinməz bir imza qoydu. Onun imzası heç vaxt keçdiyi həyat yolundan silinməyəcəkdir. Mirkərim Ağanın əziz xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. Sular həp axdı keçdi, qurudu, qalxdı keçdi. Neçə şah, neçə sultan taxtı, buraxdı keçdi. Dünya bir pəncərədir, hər gələn baxdı keçdi. Allah ağamıza rəhmət eləsin, özüm və mənimlə gələn rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanı idarə müəssisə rəhbərlərinin adından mərhuma və onun nəzirlərinə, rayonumuzun dini cəmiyyəsinə, bütün ictimaiyyətə dərin hüznlə başsağlığı verib Allahdan rəhmət diləyirəm. Allah razı olsun. Təkcə din xadimi kimi deyil, həm də barışdırıcı mövqeyi və xeyirxahlığı ilə cəmiyyətin dərin hörmətini qazanan Mirkərim Ağanın yaxınlarına Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti Məşkur Qasımovun başsağlığı çatdırılıb.